Salam. Mənim adım Nailədir. 22 yaşım var və bugün ilk kitabımın açılışını eləyirik. Bəli, kitabım artıq gəldi. Çox sevincliyəm və sizə göstərmək üçün həyəcandan ölürəm. Bir yerdə kitabın detallarına baxacağıq. Səhvlərini, düzlərini, hər şeyini yerində deyəcəyim. Çox sevincim. Bu mərhələdə mən çox stres yaşadım göndərəndə, çıxartdıranda, edəndə. Səhvlərim olmuş ola bilər. İlk kitabdır. O qədər təcrübəli deyiləm. Amma növbəti nəşrlərdə düzgün şəkildə edəcəyimə inanıram. Neysə, çox danışam deyəsəm, mən kitabımı göstərməyə keçim. Kitabım. Bilmirəm, necə belə duyğularımı ifadə edim. Bu arada bu mənim səsim deyil, mən yenə xəstəyəm, bu yenə vurğulamalıyım. Bu kitabı yazdım, dövrün yarısı xəstə oldu. Duyğularımı necə ifadə edəcəyimi bilmirəm. Amma bu mənim kitabımdır. Bunu mən yazdım, mənim kitabımdır. Çox qəribə hiss edirəm. Bu vaxta qədər onsuz da yazırdım, amma ilk dəfə əlimdə belə tuturam onu. Şu an elimde çünkü neydi o? Şu an bunu tutuyorum çünkü elimde. Bunu tutuyorum çünkü elimde şu an. Sen Neyse. Yani bu kitap 22 yaşımın en güzel hediyesidir, en güzel uğurudur. Bəlkə mükəmməl olmaya bilər, bəlkə çox səhvlərim olmuş ola bilər, amma bunu mən yazdım və səhvlərim onu bənzərsiz edəcəyini də inanıram, özümə bəhanəlik. Qüsurlu bir kitab. Qüsurlarda onu bənzərsiz edir. Biz necədir? Mən bu kitabı gedib götürəndə yolda o qədər fikirləşirdim. Necə deyim, çox xoşbəxt. Burası hələ görməyin, göstərib danışacağam. Mənə xəbər gəldi ki, kitabınız hazırdır. Çox xoşbəxt idim. Amma artıq gedib götürəndə qaydan yolda baxıram, açıram, vərəqləyirəm. İstədiyim kimidirmi? Hə, çox şey istədiyim kimidir. Artıq evə gələndə səhvlər görməyə başladım. Orada görə bilmədim, təəssüf ki. Görsəydim başqa şeylər olardı da. Nəysə, baxanda bu kitaba o qədər duyğusal şəkildə baxıram ki, bilmirəm də niyə çox göstərirəm. Çox duyğusal bağ yaratmışam deyəsən bu kitabla. Çox qəşəng hiss idi də, yəni alındı, etdim, bacardım, bunu mən bacardım. Amma içimdə qəribə bir hüzünlük də var idi. Bilmirəm niyə. Gələcəkdə nələr olacağını bilmirəm. Amma bugün xoşbəxtdik və daha da çox xoşbəxt olmaq üçün çabalayacağıq. Çox danışmadan hisslərimdən əlavə kitabı incələməyə keçək. Demək, kitabın qapaq şəkli budur. Qapağı belədir. Adı Ədalətin solduğu yerdir. Kamerada niyə belə tərsinə düşür bilməm. Ədalətin solduğu yerdir. Və kitabın qapağında belə bir logo bizi qarşılayır. Mən bu loqonu demək olar günlərcə qapaq şəkli axtarırdım. Amma nə edəcəyimi bilmirdim, heç nə ağlıma gəlmirdi. Şəkillər çəkdim, quaşla şəkillər çəkmişəm. Sonra ilk şəkli də yadınızdadırsa, o şəkildə getdim sizin üçün ilk şəkli gətirdim. Kitabımızın ilk şəkli buydu, yadınızdadırsa. Bu hazır bir model idi də, yəni taslak kimi bir şeydi. Ağlımda olan, tam burada olan hissələr var idi. Həmişə bu yadımızda qalacaq, əbədi bizimlədir. Kitabın mənim ötürmək istədiyim hər şey bu ötürmürdü. Şəkil bizim üçün həmişə doğma olacaq. Çünki bununla başlamışıq hər şeyə. Düzdür, satdım bunu sonra. Çünki bunu arxa qapağına nə edəcəyimi də bilmirdim. Heç bir fikrim yox idi. Bu sadəcə taslak idi də mənim. Çünki görüm, motivasiya olum və yazmağa davam edim. Eyni ilə növbəti kitablarda da belənçini eləyəcəyik. Taslak şəkil çıxardacaq, amma heç vaxt onlar olmayacaq da. Sonra keçirik kitaba.
Deməli, bizi ilk adı qarşılayır, loqo qarşılayır. Loqo nədir? Ailə, dostluq, sevgi bağı. Ailəni biz seçə bilmirik. Sevgini seçirik. Ona geyindirdiyimiz paltar ağır gəlir. O da gedir. Dostu düzgün seçdiyimizdə isə axıra qədər yanımızda olur. O da bəzən pis çıxa bilər. Amma ki, bu kitabda fıs çıxmayıb da. Bu kitabda bu dostluq yaxşıdır. Yəni, onu vurğulayır burada mərkəzdə olması. İndi hər kəsə görə fərqli bir şəkildə ola bilər. Bunlar hamısı mərkəzində nə dayanır? Sevgi. Ailədə də sevgi var, dostluqda da sevgi var, sevgidə də sevgi var. Yəni, həyat yoldaşında da sevgi var. Və bunların hamısı gəlir, sadəcə bir damlada görsənir. Niyə? Bir damla. Düşdü, bitdi, getdi. Hər kəs gedər sözünü demək istəmirəm, amma hər kəs gedər. Ona görə bir damladadır. Hamısı birləşsə belə bir damla ilə bitə bilər və geriyə nə qalır? Sən. Bu loqonun mənası budur. Hamısını bir damlada birləşdirmişəm. Sonra altda notumuz var. Bu notu deməyəcəm. Niyə? Çünki kitabımız bir addan ibarət deyil. Kitabımızın 2 adı var. Ədalətin solduğu yerdən ədalətin son sığınacağına. Niyə belə bir şey elədim desəm, ağ-qara mövzusunu onsuz da bilirsiniz. Bura tam ağ olmasa da krem rəngidir. Ədalətin son sığınacağı, yəni bu son da olsa bir ümid olduğunu göstərir. Burada göstərilən loqoda üçünü heç vaxt mükəmməl şəkildə olmur. Heç kimin həyatında üçü də mükəmməl olmur. Olsa belə bir müddətlik olur və ondan sonra biri qırılır. Eyni ilə burada da olub, üçündən də qırılıb. Sadəcə biri son sığınacağı onu tutub. Yəni, son sığınacaq bu mənada deyil və ədaləti az da olsa hiss elədiyi hissə məqam deyək, belə bir şey var. Və bu 2 adın belə bir şey var. Mən olmasam başqaları olacaq qara hissədə. Mən eləməsəm heç kim eləməyəcək ağ hissədə. Bunun mənası nədir? Həyatımızdakı pis insanları bildirir, həyatımızı məhv edənləri bildirir və o da bunu deyir ki, mən olmasam başqaları olacaq. Yəni, pis adam olmaq istəyən çoxdur. Mən gedim bugün, sabah başqaları gələcək. Amma ağda mən eləməsəm heç kim eləməyəcək deyir. Bu Viktorun sözüdür bu arada, kitabımızın baş qəhrəmanı. Ədalət üçün hər cürə savaşır və mən eləməsəm heç kim eləməyəcək sözü. Hər kəs ona deyir ki, niyə sən eləmə məcburiyyətindəsə, başqa biri edə bilər ya da başqa biri eləsin. Dəyişim istəyiriksə bir yerdən başlamalıyıq, ən azından özümüzdən. Yəni Viktor bunu orada göstərməyə çalışıbdı. Son burası görsənirmi bilmirəm. Bir dəqiqə. Mən görsənməsin. İndi gəldik kitabdakı hissələrə. Nə mənada? Kitabımdakı səhvlərə. Yan qapağı istədiyim kimi olmadı. Görürsünüz yan qapağı. Görmürsünüz. Yaxından baxanda görsənir. Belə də baxanda görsənir. Yəni ən azından belə də baxanda. Amma belə uzaqdan qoyulanda görsənmir. Ağ-qara seçimi var. O qədər bilinmir. Mən bu qədər bilinməyəcəyini bilmirdim. Bu mənim ilk səhvim olsun. Yəni yan qapağı düzgün seçmədiyim üçün. Amma bu çox qəşəngdir. İlk səhifədə bizi loqonun özü qarşılayır. Bu loqo hər yerdə olacaq. Sonra isə ön sözümüz var. Yox, ön sözdən qabaq bir cümlə var burada. Belə. Sonra isə ön sözümüz qarşılayır. Bu kitabı necə yazmaya başladım, hamısını yazmışam. Və tarix qeyd eləmişəm. Ən böyük səhvimə gəlsə, uşaqlar, mən sonda təşəkkür yazmaq istəmədim. Təşəkkür yerinə elə ön sözdə bütün sözlərimi dedim. Ona görə axıra son cümlə ilə bağlayıb bitirəcəkdim. Və mən nə etməyi unutdum sizcə?
boş bir vərəq buraxmağı unutmuşam kitabda. Pis deyil, amma ki boş vərəq olsaydı ən azından yaxşı olardı ki burada bitir. Yəni burdaca bitir. Burada bir boş vərəq olmalıdır. Bu mənim də ikinci səhvim olsun. O da çox peşman olduğum bir nöqtə idi. Sonra kitabımız tamamilə 360 səhifədən ibarətdir. 360 səhifə bu arada çox yoldan keçibdi. Yəni 6 dəfə oxumuşam bu kitabı başdan aşağı. Və bir çox dəfə dəyişilib. Upuzun bir hissəsi var idi, qısaldılıb, daha göz yormayan, daha axıcı olsun deyə çabalamışam sizin üçün. Belə. Amma bu kitabla bitirməyib, bitmədi. Bu kitab distopik bir dünyadır. Bu dünyada olmayan xəyal dünyasından olan. Və mən neynədim? Getdim. O dünyanın sizə xəritəsini çıxartdım. Həm də belə həm kitab ayırıcı kimi istifadə etmək üçün, həm də ki ölkələri istədiyiniz an harda kim var, harda nə olduğunu oxuduqca görə biləcəyiniz bir xəritə çıxartdım. Arxası belədir. Nəsə yazmaq istəsə arxaya yazarsınız. Oxudunuzmu? Hardasa yarımçıq qaldınız. Belə. Kitab ayrıca eləyəcəkdim, amma saxladım onu. Çünki bu daha qəşəng görsəndi gözümə. Belə bir şey elədim. Bundan da əlavə nə oldu desəz, başıma nə gəldi desəz, verdiyim kitab sayısından 2 kitabım üstü pis şəkildə gəldi. Orada baxmamışdım, evə gələndə gördüm. Pis dediyim düzgün şəkildə üstü vurulmuyor. Amma ki qalan hər şeylə, yəni mənfisi ilə, müsbəti ilə hər şeyini dedim. Ümid edirəm bütün fikrimi buradan çatdıra bildim. Bu mənim ilk kitabımda, amma son olmayacaq. Növbəti videolarda fərqli şeylər sınayacaq. Yəni hər şeyə əl atacağıq. Ağlınıza gələn hər şeyi mənimlə bölüşə bilərsiniz ki, mənə də fikir olar. Nə bilim, qəribə hiss edirəm. Belə. İçimdən gələn bütün sözləri dedim. Kitabın səsli şəkildə videosu da olacaq. Yəni səsli şəkildə də paylaşacağam. PDF şəkildə görüm necə edə bilərəm, onu da araşdırıb eləyəcəm. Kitab versiyasını da sizə göstərdim. Sonra isə onsuz da səhifəmi bilirsiniz. Səhifəmdə bir çox kitablar bir yerdə oxuyacağıq. Daim video atmağa çalışacağım. Bu səhifə bizimdir. Bizim fikirlərimizi bölüşdüyümüz səhifədir. Mən sizə deyirəm, amma sizdən də fikirlər gözləyirəm. Mütləq. Növbəti videolarımda görüşmək üzrə. Sevincimə ortaq olduğunuz üçün də təşəkkür edirəm. Bundan sonra bir çox videoda bir yerdəyik. Hələlik.